Eyler Akademinin 2026-cı il 11 yanvar tarixində 11-ci siniflər üçün təşkil etdiyi buraxılış sınav imtahanının ingilis dili suallarının izahı. İlk öncə başlayırıq biz dinləmə suallarından. Dinləmə suallarına diqqət yetirdikdən sonra, nəzər yetirdikdən sonra dinləmə mətnini diqqətlə dinləyib sualları yazmağa çalışırıq və burada yenə də açar sözlərə fikir verirsiniz. Mətn nə haqqındadır deyirsə, ilk cümləsinə fikir verin. Passages mainly about. Qalanları demək olar ki, cümlədə eynən deyir və sinonimlə əvəz edə bilər və çalışın açıq sualları yazın elə ilk dinləmədən və keçirik dinləmə mətnimizə. Anton Chekhov was a famous Russian writer and doctor. He studied medicine at Moscow University and continued to work as a doctor for most of his life without taking money. Chekhov began writing funny pieces for magazines to pay for his studies. Over time, he wrote many modern short stories and important plays. He helped to develop new writing methods, such as showing a character's thoughts. Chekhov wrote more than 600 short stories. They are known for not having a clear beginning or ending and for exploring themes like boredom, sadness, and disappointment. Some of his most famous stories are The Lady with the Dog and The Darling. Chekhov's plays were also new and different. Instead of big actions, they often use hidden meanings and quiet emotions. His play, The Seagull, failed at first, but later became very successful. His major plays, including Three Sisters, show the slow and sometimes sad lives of the Russian people. It goes into the sea when it is afraid. Biz burada demək olar nələrə fikir verdik? 6-cı sual xaric digərlərini yaza bildik. Mətn nə haqqındadır deyir. İlk cümlədə dediyim kimi dedi, məşhur digər videoları çəkəndə də demişəm, ilk cümləsinə fikir verirsiniz. The famous Russian writer and doctor, məşhur Rus yazıcısı və həkimi Anton Chekhovdan söhbət gedir. Ona görə cavab B-dir. 2-də A-da nə səhvdir? Chekhov deyir, həkim işlərdir without taking money, pul götürmədən. Burada deyir amma to pay for the publication cost for his stories. Seagull became very successful immediately. Üstündən nəyə görə xətt çəkdim? Çünki orada deyir ki, ilk öncə fail uğursuz olur, failure, sonra uğur qazanır. Amma burada deyir dərhal, yazıldıqdan dərhal sonra. C variantını düz dedi. Big actions plays less important roles than hidden. Orada gizli mənalar daha, gizli mesajlar daha şey idi. Ötürülürdü oxuculara. Chekhov began writing pieces for magazines about sad lives. Sad demir orada, funny deyir. Yəni gülməli əsər parçalar yazılırdı. İnsanların qəmli həyatından danışmırdı orada, jurnal üçün yazılan parçalarda. Y variantında some of Chekhov's famous plays deyildi orada. Bunlar stories idi. Play Three Sisters idi. Gəldi 3-ə, Chekhov stories. Burada deyib do not start or end clearly eynən dedi və explore negative emotional experiences. Orada negativ sözü demədi, amma sadness-dir, boreddir, disappointdir. Bunlar elə negativ hisslərdir, emosiyalardır. Ona görə bu üçü sözün deməyib, negativ əvəz eləyib onunla. Ona görə cavabımız 1-4-dür. Yəni Y variantı. 4-də why did Chekhov begin writing pieces for magazines? Nəyə görə deyir jurnallar üçün parçalar yazmağa başladı? To pay for his studies. Təhsil haqqını ödəmək üçün. Chekhov helped to develop new writing methods such as showing a character's thoughts. Deməli, xarakterin düşüncələrini göstərmək üçün. Write one adjective from the passage that describe the word emotions. Bunu dəqiq eşitmədim. Quiet emotions dedi, amma yenə də diqqətlə dinləyə və hansı tərəflərdə idi? Ortalarda olmalıydı, səhv etmirəmsə. Not any land. Bear lives in the polar bear. Anton Chekhov to pay for his studies. Over time, he wrote many modern short stories and important plays. He helped to develop new writing methods, such as showing a character's thoughts. Chekhov wrote more than 600 short stories. They are known for not having a clear beginning or ending and for exploring themes like boredom, sadness, and disappointment. Some of his most famous stories are The Lady with the Dog and The Darling. Chekhov's plays were also new and different. Instead of big actions, they often use hidden meanings and quiet emotions. His play, The Seagull, failed at first, but Və burada olacaq 6-cı sualda quiet emotions və dinləməmiz bitdi. Keçirik biz qrammatika suallarına. Bob hasn't found the keys yet. Bob hələ açarlarını tapmayıb və burada 3-ü çıxırıq görən kimi inkar olan cümlədə to işlənməz. 3 getdi. Qaldıq 1, 4, 5, 1, 2, 5.
1, 2 və 4. So təsdiq, inkardır. Burada təsdiq götürməli 2-ni də çıxırıq və qalır bizim 1, 4, 5-imiz. She hasn't either, neither has she və nor has she cavab olur B variantı. Keçək 8-ə. Who planted many rare flowers in the garden? Burada məchul növbə çevirməliyik. Məchul növbə çevirmək üçün baxıram fe'limə id var, was were olmalıdır. Fe'ldən sonra gələn obyektim cəmdir. Flowers, many rare flowers. Cəm olduğu üçün xəbərim was yox. Was'ları çıxıram. Were olmalıdır və to be ilə verb üçün arasına obyekt girməlidir. Who were planted yanaşı işlənməz obyekt varsa. Burada by whom were many rare flowers planted in the garden? Cavab D olacaq. Burada Y-də nə səhvdir? Plenty yox, plenty id olmalıydı. Verb 3 formasında. Cavabımız olur D variantı. 9-a gəldik. Deməli, daily gündəlikdir. Burada olacaq. Gündəlik. A book in which you write about your personal experiences and thoughts each day. Birə gedir A. Ya B'dir, ya da ki C'dir. Deməli, relating to something that happens every day. Bu gündəlik olacaq. Dairy. Dairy, a place where milk is kept or where milk products like cheese. Biri süd məhsullarıdır, biri gündəlikdir. Deməli, dairy olacaq C, 3-ə C və C variantı. Gəldik 10-cu suala. Modal fe'lləri istəyir bizdən. Biz demişik ki, need-dən sonra birbaşa fe'l gəlməlidir modal fe'l olması üçün. To gəlirsə modal fe'l deyil. My brothers need lots of money. Need-dən sonra fe'l gəlməlidir ki, modal olsun. Need we clean to? Need-lə to işlənməz. Need to deyilən ifadə yoxdur. Cavab Y doğrudur. Need-dən sonra fe'l gəlib. Worry. You needed to worry about the final exam. Cavab Y variantı. Gəldik 11-ci suala. The mechanics, the engineer for varsa burada. Bir dəqiqə. For varsa burada nə olacaq? Have been, has been, ing və but they, yetdəki, indiki bitmiş zaman. Baxaq, zaman uzlaşması da önəmlidir. The mechanics have been repairing the engine for over 2 hours, but they haven't fixed yet. İnkar, indiki bitmişdə inkarda olmalıdır. Cavab olur D variantı. 12-də quite a step hill, very many step hills, rise a step hill, so step hills. İlk öncə onu deyim ki, so-dan sonra kəmiyyət göstərici gəlməzsə isim gələ bilməz, 5 səhvdir. 1, 3, 4, 2, 3, 4. Deməli, rise a step hill, burada article olmalıdır, article yoxdur. Quite a steep hill, cavab olacaq 1, 3, very many steep hills doğrudur. Enough steep hills doğrudur. 1, 3, 4, A variantı. Keçək 13-ə. The ice on the lake suddenly cracked and the visitors fell into the freezing water. Burada olacaq, deməli, buz parçası gölün üzərində, the ice on the lake, gölün üzərindəki buz qəfildən sındı və necə deyə turistlər, qonaqlar buz suyun içərisinə düşdülər. Use them, it was too thin. You should have warned them, it was too thin. Siz onları xəbərdar etməliydiniz ki, olduqca, yəni nazik olduğu haqqında xəbərdarlıq etməliydiniz. Should have warned, cavab C variantı. Keçirik 14-cü suala. 14-cü sualda although Mary, baxmayaraq ki Mary, the training session yesterday, bizə lazımdır burada yesterday və tomorrow. Hər cümlənin öz zaman göstəricisi var və sadə keçmiş zaman bu sadə keçmiş deyil. Qaldıq C və Y arasında. Tomorrow deyirsə cavab avtomatik Y olacaq. In the village knew the secret but-ın bir tərəfi təsdiq, bir tərəfi inkar olacaq. Birinci baxaq, every none of işlənməz, no none of işlənməz, törəməndən of işlənməz. Və qaldıq A və Y arasında. Everydən sonra every in that village deyə bilmərik. Everyone in that village knew the secret. Bu kənd hər kəs sirri bilirdi. But none of the visitors deyir. Amma yəni gələnlər bilmirdilər. Cavab olacaq A variantı. Keçək 16-ya. Mürəkkəb isimləri istəyir bizdən. Ness derivativdir. Safety, memory getdi. Piste getdi. Cavab qalır D variantı. Each of the student için xəbər təkdir. Arı çıxıram, were çıxıram. İkincisiyə baxırıq. So, my classmates. Each of the students was awarded a certificate. Hər bir şagird təltif olundu. And so were my students. So, deməli burada olacaq. Were my classmates. Cavab olur A variantı. Zaman uzlaşması da önəmlidir. Lion plans to wear suitcase which he bought for. D olacaq Z article. Çünki which burada təyin edir. Hansı ki alıb. Lion plans to wear planlayır. Deməli the suit which he bought for a ceremony next month. Burada heç nə işlənməyəcək next month'ın qarşısında. Çünki zaman qavramıdır. Ona görə bu variantlar gedir, axırda heç nə işlənməz. A-la D arasında qalsaq, birincidə D artiklı qoymuşduq. Çünki which-dən qabaq mütləq sayılır, qarşısına nəsə qoyulmalıdır. Amma D artiklı qoyacaq. Cavab olur A.
19-cu suala gəldik. Haven't to, needn't to ifadələri yoxdur. Və qalırıq burada. You oughtn't to open that door because it was very dangerous. You shouldn't open that door because it was very dangerous. Və olacaq. Had better not. Yaxşı olardı ki, qapını açmayasan, çünki təhlükəlidir. 2, 3, 5, C. Traffic was extremely heavy. He arrived at the meeting on time. Deməli, he arrived at the meeting on time. Baxmayaraq ki, tıxac hədsiz dərəcədə çox idi, amma o vaxtında görüşə gəldi. Was olmayacaq, because olmur. Çünki yəni. Baxmayaraq ki, even though the traffic was extremely heavy, he arrived, cavab olur B. Və which sentences can be used in the passive? Burada 20-də since də çünki mənasındadır. Because da, therefore buna görə də, even though hətta baxmayaraq, yəni daha qüvvətləndirir. 21-də can be used in the passive voice. Məchul növdə işlənə bilər. Bizdə feildən sonra obyekt gəlməlidir ki, o can be olsun. Məsələn, 1-də var. The workers raised the flag at the dawn. Yəni, mən flagı cümlənin əvvəlini keçirə bilərəm. 1 doğrudur. The sun rose slowly. Burada rose'dan sonra gəlib zərf. Ona görə yanlışdır. She laid the case on the kitchen table. Bu olacaq doğru. He lay on the grass. Deməli, burada yanlışdır. Lay on. Ümumiyyətlə, sözünü gəlirsə yanlışdır burada. Doğru gəlmir. The grass cümlənin önünə də keçirə bilməzsən. Və cavab olur 1-3. Make up a sentence. Make up a sentence. My uncle olacaq mübtəda. Baxaq görək. Mənim dayım will sell, satacaq. Nəyi? Evi, obyekt lazımdır bizə. The house. After he retires from his job. İşindən təqaüd olduqdan sonra, təqaüdə çıxdıqdan sonra dayım evi satacaq. Olacaq 3, 2, 6, 1, 3, 2, 6, 1, 4, 5 və cavab olur D variantı. Keçək mətnimizə. Mətn ola bilər xırda da görünmür, amma yenə də işləyəcəm. Yanomami are an indigenous group who live in the Amazon forest. 2-də də Yanomami'dən danışır. Bunlar kimlərdir? Hansı ki yaşayırlar Amazon meşələrində, elə birinci cümlədə deyir. Deməli, mətn haqqındadır, həmən o xalq haqqında. Ada deyir, diet and health, sağlamlığından, dietasından danışmaz. Tools and clothes used by the Yanomami, ancaq geyimlərindən danışmaz. Çünki burada birdə deyir 250 kiçik kənd var, baxın. Sonra digər də havasından danışır və onların nədən istifadə etdiyindən, hətta illərdən. A native group who inhabit in the Amazon forest. Amazon meşəsində məskunlaşan bir qrup xalqdan danışır. Yerli xalqdan cavab olacaq C variantı. 24-də səhv istəyir. Hansı səhvdir? Həmişə deyir, had contact with modern cities. Müasir şəhərlərlə həmişə kontaktları olub. Baxaq, burada varmı? For a long time, they didn't know about other people, governments or modern life. Deməli, bu səhvdir. Bizə elə səhv lazımdır. 2-də deyir ki, Yanomami used equipment made from natural materials. Təbii materiallardan hazırlanan. Əgər o xalqın, deyək də, meşədə yaşayırsa, Amazon meşəsində, yəqin ki, təbii şeylərdən istifadə edəcəklər. Yenə də baxırıq mətnimizə. Təbii materiallardan, natural materials. Verə bilər, başqa cür də verə bilər. Natural diet keeps them strong. Stone, eggs, bamboo knives. Elə bir də deyir, cavab olacaq 2 doğrudur, yəni bizə səhv lazımdır. Gold miners helped the Yanomami and improve their health. Deyir, onların sağlamlığı inkişaf edir. Gold miners. The Yanomami hunted and fished to get food. O xalq deyir, yemək üçün balıq ovlayır. Yəqin ki, ovlayar. Hardadır balıq sözü? 2-ci paragrafda baxın, buralarda. Fishing in the rivers. O doğrudur. 1-3 yanlış olacaq. Məncə mədənlərdə işləmək, qızıl mədənlərində işləmək onların sağlamlığını inkişaf etdirmir. Keçək 25-ə. What changed for the Yanomami after they had contact with outsiders? Bizə lazımdır contact with outsiders. Çöldəkilərlə əlaqə saxlanılan deməli hissə lazımdır. Hansı paragrafdadır o? Baxırıq burada. Outsiders. Çox kiçikdir hərflər. Traditional was healthy, but the arrival outside caused many issues. They used to obtain. Deməli, 1-də cavabımız C, 2-də 1-3 oldu. Mən bunu böyütmək üçün deməli, change after contact outside. Contact hardadır? Aha, 3-cü paragrafda. Baxın. Contact with outsiders brought new food, clothes and modern equipment olar yəqin ki. Modern
objects, but also many problems. Həmçinin problemlər də gətirib. When gold miners arrived in the 1970s, they caused illness and damaged the forest. As a result, many Yanomami died. Today, their land is protected by both Brazil and Venezuela to preserve their people and culture. Və burada olacaq 3-də deyir nə dəyişdi? Çöldəkilərlə kontakt quranda life was healthy, but the arrival of South caused many issues. Bir doğrudur. Çünki deyir ki, əvvəl yaxşı idi sağlıqları. Deməli, çöldəkilərin gəlişindən sonra problemlər yarandı. They used to obtain everything from the forest, but outsiders brought contemporary things. There were no good conditions for farming, but outsiders taught them how to grow crops. Belə bir şey yoxdur. Yəni çöldəkilər öyrətməyiblər onlara necə məhsul becərmək lazımdır, böyütmək. The forest was damaged, but outsiders worked to repair. Əksinə, cavab 1 və 2-dir. To survive in the forest, the Yanomami, sağ qalmaq üçün meşədə nə edirdilər? Depending on farming as their main source of food, were a lot of warm classes, hunted animals and caught fish, 3 doğrudur. Demanding protection from Brazil and Venezuela, tələb etmirdilər. Braziliya və Venezueladan qoruma, səhvdir 4. 3-5-2-5, 3-ü götürmüşük, deməli 5. Gathered fruits like bananas and palm fruit, cavab olacaq 3-5 B variantı. Və gələk interaction. Paragraf 3-dən interaction sözünün nəyini sinonim istəyir? Interact əlaqə qurmaqdır, kontakt əlaqə qurmaqdır. Əgər bu isimdirsə bizə lazımdır bayaqki kimi kontakt və mən bayaq görmüşdüm səhv etmirəmsə kontakt sözünü. Aha, de burada cavabımız olacaq kontakt. Açıq sualımızda. Sonra which word from paragraph 2 best fits for the following to continue to live or exist. Burada yaşamağa davam etmək, yaşamını sürmək, survive olacaq. Paragraf 3-də idi səhv etmirəmsə o. Survive sağ qalmaq, yaşamını davam etdirmək. Burada bir dəqiqə. Aha, tapdım. Survive. Bunu da tapdıq. Və gəldik 29-a. When gold miners arrived in the 1970th century, they, deməli 1970-ci il baxırıq hardadır və onun ardını tapmalıyıq. Aha, burada. They caused illness and damaged the forest. Burada 2 sözü dəyişmək lazımdır. Hansı sözləri dəyişirik? Deməli, biz illness-i disease xəstəliklə dəyişə bilərik. DCAS yazılır. Cause-u səbəb eləyə bilərik. Led to-la əvəz edə bilərik. Led to. Led to-la əvəz edə bilərik. Sonra var orada bizim 2 sözü dəyişdik. Damaged, harmed-la əvəz edə bilərik. Zərər vurmaq, yəni. Damage the forest. Bunu deyirik. Harm the forest. Və 2 sözümüzü dəyişdik. Həmçinin cause-du dedik, led to-la əvəz etdik. Və forest-i bəzən woodland-lə də deyə bilərik, əvəz edə bilərik. Amma yenə də 2 sözümüz var. Keçək bizim essay sualımıza 3 cümlə yazmalıyıq. Do you think you could live without modern technology? Yəni, düşünürsünüz ki, müasir texnologiyadan olmasaydı, yəni yaşaya bilərdiniz. And I think or I believe it would be very difficult to me or for me to live without modern technology because I use from the internet. I use internet for education and staying in touch with my friends every day, with my family. And however, living like the Yanomami would be a peaceful experience. And I would like to stay away from the digital world.